Möhtəşəm dəniz panoramalı, kubcalı, metroya yaxın, yeni təmirdən çıxmış bir mənzili sizə təqdim edirəm. Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mənzil yerləşir Xətai rayonu Turçi küçəsində, Əhmədli və Həzəsalon metrolarına yaxın ərazidə. Yeni tikili binada yeni təmirli və təmirdən də sonra yaşayış olmamış, gözəl 3 otaqlı mənzildir. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı həmişə olduğu kimi sizin nəzərinizə çatdıracağım. Həmişə olduğu kimi başlayırıq mənzilin giriş hissəsindən. Burada bizim giriş qapısıdır. Daxil olduqda sağ tərəfdə bu hissədə şkafımız yığılıb. Gəlin içərisində göstərim. Dərinlik də ideal səviyyədədir. Bütün əşyalarınızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissəyə aksesuarlar da eyni ilə. Burada deməli paltar asmaq üçün, əyləşmək üçün yer də nəzərə alınıb. Nəzər çatdırım ki, döşəməsi qranitdir. Üstü döşəmə ilə təsis olunub. İşıqlandırmada spotlardan istifadə olunub. Əlavə olaraq buralar da yerləşdirilib. Daxil olduqda üzbəüz bu hissədə böyük güzgümüz var. Gizli işıqla bu da girişə xüsusi gözəllik verir. Otaqların yerləşməsini nəzərə çatdırım. Burada mənzilin qonaq otağıdır. Solda sanitar qovşaq, bir yataq otağı, burada mətbəxi, burada isə ikinci yataq otağı yerləşir. Nəzərsən gözəl rənglərdən də istifadə olunub. Yəni ki, videodan da bunu hiss edirsiniz. Başlayaq qonaq otağından. Geniş qonaq otağımız var, təxmini 23-25 kvadrat olar. Yəni təxmini ölçünü nəzərinizə çatdırıram. Dizayn əsasında təmir olunub, ona görə bütün rənglər, hər bir şey bir-birinə uyğunlaşdırılıb, pərdəmiz asılıb. Bu hissədə TV stand burada yığılıb, aşağı hissəsi şkafdır. Tavan hissəni göstərim. İşıqlandırmada lüstr və spotlardan istifadə olunub, gizli işıqlar da yerləşdirilib. Bu hissədə burada var. Burada güzgü, dizayna uyğun tablolardan dediyim kimi mebel işləmələr, burada da gizli işıq və burada əlavə nə göstərim. Yəni ölçü yaxşıdır. Bu hissəyə mebel dəstinizi tam rahat yerləşdirə bilərsiniz. Bütün otaqlardan da dediyim kimi qarşısı açıqdır, dənizə baxır. Buradan mən sizə göstərim mənzilin sanitar qovşağını. Girişdən solda yerləşir. Dediyim kimi gözəl təmiri var, maraqlı tekstural qranitlər seçilib. Duş kabinimiz yığılır, bütün aksesuarlar da qoyulub. Dediyim kimi qara rəngli aksesuarlardan istifadə olunub ümumilikdə. Gözəl moydalarımız var burada. Su şirka, unitaz, yəni hər bir şey tam hazır vəziyyətdədir. Mənzil hazırdır, sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Buradan keçirik mənzilin birinci yataq otağına. Otaqların da ölçüsü yaxşıdır, yəni genişlik kifayətdir. Burada yerləşməni nəzərinizə çatdırım. Taxtın yeri burada nəzərə alınıb görürsünüz. Buralar yerləşdirilib. Lüstr, spot, hər bir şey tam qaydasında. Tablomuz, TV, internet çıxış burada nəzərə alınıb. Nəzər çatdırım ki, mənzilin eyvanına bu yataq otağından çıxış var və oradan da dənizə möhtəşəm panoram açılır. Gəlin onu da sizə göstərim. Eyvandan buradan keçirik. Görürsünüz tam olaraq dəniz istiqamətində baxır, qarşısı da açıqdır və bu mənzərə də heç vaxt kəsiləsin mənzərə deyil. Bu hissədə alov güllələri, telegüllər, yəni hər bir şey görsənir. Burada stullar qoyulub əyləşmək üçün, stil sistem kombidir, aparat da qoyulub hazırdır. Ona görə deyirəm, tam hazır mənzildir. Sadəcə əşyaları yerləşdirib yaşamaq qalır. Sənədlər də qaydasındadır. Çıxarış, yəni kubca mövcuddur. Nəzərə çatdırım ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir. Ona görə mətbəx hissə burada yığılıb, holda sürgülü qapı ilə ayrılır. Burada deməli yeni mətbəx mebelimiz yığılıb, görürsünüz bu hissədə. Şkaflar da yəni kifayət qədərdir. Əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz. Qaz peçi, aspirator qoyulub hazırdır. Soyuducun yeri bu tərəfdə nəzərə alınıb. Əks tərəfi də göstərim, yəni aşağı hissələr də şkafda onu nəzərə çatdırım. Qabiyan yeri buradadır. Yəni hər bir şey xırdalanılan kimi nəzərə alınıb. Buradan isə keçirik mənzilin ikinci yataq otağına. Digər yataq otağından ölçü olaraq biraz balacadır. Yəni təxmini 4-5 kvadrat fərq ola bilər. Yəni bu ölçüləri təxmini nəzərinizə çatdırım. Yerləşmə isə belədir. Artıq yəqin gördünüz, taxtın yeri bu hissədə nəzərə alınıb. Deməli, tavan hissəni göstərim. Tablomuz, yəni hər bir şey tam hazırdır. Radiatorlar da qoyulub bütün otaqlarda. Dediyim kimi bütün rənglər də divar kağızı, pərdə hamısı bir-birinə uyğunlaşdırılır. Belə, mən demək olar ki, hər şey sizə göstərdim. Mənzilə məlumatdan bir daha nəzərə çatdırım. Yerləşir Xətai rayonu Turçi küçəsində, Movida Plaza Şadısarayın yanında. Buradan həm Əhmədli metrosuna, həm Həzəsalon metrosuna piyada
tam rahat gedə bilərsiniz. Yəni təxmini 9-10 dəqiqəlik məsafədədir. Qarşısından da marşrutlar işləyir şəhərin müxtəlif istiqamətlərinə. Yeni tikili binada yeni təmirlərdən sonra yaşayış olmamış 3 otağa düzəlmə mənzildir. Ölçüsü 95 kvadratdır. Yerləşir 17 mərtəbəli binanın 16-cı mərtəbəsində və mənzilin start olaraq qiyməti 238.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.